Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Sual olunur ki, Risalədə yazılan vacib-i kifayənin mənası nədir? Vacib-i kifayə odur ki, adından göründüyü kimi bir əməl vacib ola, amma müəyyən bir şəxsə vacib olmaya. Hər bir şəxsə, yəni o mövzunu görən, bilən hər bir şəxsə, hər bir müsəlmana vacib ola. Amma biri yerinə yetirsə, kifayət eləyər ki, daha başqaları bu işi görməsin. Yəni, başqalarının da boynundan düşər. Məsələn, bir müsəlmandır, mömindir, dünyasını dəyişib, vacibdir ki, bunu dəfn eləsinlər, qusul eləsinlər, bunun tamam vacibatların yerinə yetirsinlər və bunu dəfn eləsinlər. İndi heç kim bu işi yerinə yetirməsə, bunu bilən şəxslər, heç kim yerinə yetirməsə, hamısı təbii ki, bu işdə məsuliyyət daşıyır və etmədikləri surətdə günah qazanırlar. Amma içlərindən bir nəfər bu əməli yerinə yetirsə, bunun dəfn işləri ilə məşğul olsa, tamam vacibatını yerinə yetirsə, daha o birisilərin də boynundan götürürlər. Məsələn, məsciddir, bir nəfər girib içəri, salam verir namaz qılanlara. Heç kim salamın cavabını qaytarmasa, təbii ki, bilirik, cavabı qaytarmaq vacibdir. Heç kim qaytarmasa, hamısı günaha şərikdirlər, bərabər səviyyədə. Amma bir nəfər içlərindən desə ki, cavabını qaytarsa, daha o birisilərin də boynundan götürürlər. Buna vacib-i kifayə, yəni vacibdir hamıya, amma bir nəfər eləsə, kifayət eləyər, daha başqalarına da bir vacib olmaz. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.